Hər kəsin rahat həll edə bilməyəcəyi sual nümunələrindən biri. Bəs burada nə edərik? Əvvəlcə kök altında 5 üstəgəl kök altında 3 bərabərdir A. Kök altında 5 çıxılsın kök altında 3 bərabərdir B əvəzləməsinə oxşuyur. Bunlar bir-birinin nəyi ədədlərdir? Qoşması. Deməli, biz bunların hasilini yazsaq əgər dostlar, kök altında 5 üstəgəl kök altında 3 vurulsun kök altında 5 çıxılsın kök altında 3 bərabərdir. Kök altında 5'in kvadratı çıx kök altında 3'ün kvadratı. 5 çıx 3 bərabərdir 2. Yəni AB hasili 2'ye bərabər olacaq. Bizə veriləndə gətirib kök 5 üstəgəl kök 3'ün yerinə A yazsaq A üstəgəl 2, məxrəcdə isə B üstəgəl 1. 2 nəyə bərabər idi? AB hasilinə. Baxın, A üstəgəl AB bölünsün B üstəgəl 1. Buradan A-nı mötərizə xaricinə çıxarsaq B üstəgəl 1 vurulsun B üstəgəl 1. Bunlar ixtisar gedər, geriyə A qalar. Nəyi A ilə əvəz etmişdik? Kök altında 5 üstəgəl kök altında 3. Buyurun. Belə paylaşımların davamı üçün bizi izləməyi unutmayın.